Övsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bizim media əməkdaşının ərazidə çəkiliş etdiyi görüntülər bərbad mənzərənin əyani sübutudur. Çirkab sular sahil boyu böyük bir ərazini məhv edib, hətta dənizə axıdılan tullantı sularından çimərlik iki hissəyə bölünüb. Dəniz kənarı ərazilər isə zibil poligonuna çevrilib. Qadın paltarlarından, tayı olmayan ayaqqabıdan tutmuş qab-qacaq, boş şüşə və polietilin torbalara qədər. İstirahət üçün nəzərdə tutulan ərazidə natəmizlikdən və kəskin qoxudan dayanmaq mümkün deyil. Yaxınlıqda yaşayan sakinlər də dəfələrlə kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Dənizə axan kanalizasiya və çirkab sularındansa danışmağa gərək yoxdur. Sahili gəzmək kifayətdir ki, bu acınacaqlı mənzərənin şahidi olasan. Ərazidə yaşayan sakinlərdən birinin dediyinə görə dənizə birbaşa axıdılan çirkab sular çimərliyə yaxın yerdə fəaliyyət göstərən toyuq sexidir. Elə lentə aldığımız kadrlardan da görünür ki, dənizə yol alan çirkab sulardan ibarət cığırda toyuq tükləri var. Digər tullantılarla qarışan bu çirkabsa dənizə axıdılır. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər və Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin əməkdaşları tərəfindən məsələ yerində araşdırılıb və fakt öz təsdiqini tapıb. Araşdırma zamanı Hövsan qəsəbəsi Məktəbli küçəsində yerləşən həyatyanı torpaq sahələrində fəaliyyət göstərən quş kəsimi məntəqələrində formalaşan tullantı sularının ərazidəki boru vasitəsilə birbaşa dənizə axıdıldığı müəyyən edildi. Faktla bağlı quş kəsimi məntəqələrinin sahibləri Qabil Cəlilov və Emin Həsənli barəsində akt, protokol tərtib olunub. Qanun pozucularının hər birinin 2500 manat məbləğində cəlb olunması üçün sənədləşmə işləri aparılır. Tullantı sularının mövcud qanunvericiliyə uyğun idarə olunmasını təmin etmək məqsədi ilə quş kəsimi məntəqələrinin sahiblərinə icrası məcburi olan ekoloji tələb təqdim edilib. Bəhs etdiyimiz ərazidə digər problem çimərlikdə qazıntı işlərinin aparılması və dənizin içərisindən iri boruların çıxarılmasıdır. Vaxtilə Xəzər dənizində bir sıra iri sənaye və mühəndis layihələri həyata keçirilib. O cümlədən dənizin altından və ya içərisindən keçən iri boru kəmərləri salınıb ki, bu borular əsasən neft və qaz sənayesi ilə bağlı olub. Hazırda bu boruların satmaq məqsədi ilə dənizin içərisindən çıxarıldığı iddia olunur. Amma kim tərəfindən çıxarıldığı isə məlum deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sözü gedən məsələyə cavabdeh olmadıqları bildirilib. Suraxanı rayon İcra Hakimiyyətinin rəsmisi Sevinç Ağayeva bugündən çimərlik ərazisində məişət tullantılarının yığışdırılması ilə bağlı təmizlik işlərinə başlanıldığını deyib. İri boruların dənizdən çıxarılmasına gəlincə isə o, boruların su ehtiyatları agentliyinə aid olduğunu və bununla bağlı həmin quruma müraciət etdiklərini bildirib. Alçın Amil qızı Ayşən Rəhim Pərvizallah Verdiyev, Bizim Media.